Hər kəsə salam dostlar, mən Games Azəyə. Bugün Age of Story 2 Congress 1.5.1 versiyonunda Kosovanın səhv etmirəmsə 5-ci bölümü ilə yenidən sizlərlə birlikdəyəm dostlar. Gördüyünüz kimi belə bir mənzərədə oyuna başlamaq istədim. Çünki burada bütün aldığımız torpaqları göstərərək oyuna belə bir gözəl mənzərə ilə başlamaq istədim. Gözəl sınır xətlərimiz var. Fransadan 2 adanı almışıq. Bütün demək olar ki, Balkanların haradasa %80%-ni ələ keçirmişik dostlar və oyunumuza keçək. Gördüyünüz kimi keçən bölümdə bir özət keçəyini etmişdik. Səhv etmirəmsə təbii əlimizdəki ordularla Serbiya və buradakı Bulqaristan ordularını, torpaqlarını ələ keçirmişdik. İlk öncə Bulqaristanı saldırdıq çünki Türkiyə, planımız da zaten buydu. Türkiyə amma yenə də bizim disiplinimizi pozaraq bizim yol gedişatımızın qarşısına çıxmaq üçün təbii ki, arası da bizlərlə pisdir. Bizim aramız təbii Rusiya, Qazaxıstan, Çin, Almanya və Amerika böyük ölkələrlə, Afrikadan da təbii ki 2 böyük ölkə ilə Antik Mısır olmasa da böyük ölkələrlə aramız, əlaqələrimiz çox, amma çox gözəldir. Bu qədər böyüməmizə rəğmən, onlara bir təhdid olmağımıza rəğmən yenə də onlarla əlaqələrimizi çox gözəl, amma gözəl tutmuşuq. Bu da həddindən artıq riskli bir yolda çox böyük bir qazanc və uğur əldə etdiyimizi göstərir. Dostlar, nailiyyətlərimiz maşallah çox gözəldir. Türkiyə bunu həzm edə bilmədi və qarşımıza çıxdı Rumıniyanı böyük, bildiyimiz kimi tarix bilənlər, coğrafiya bilənlər. Balkanlarda ən güclü Yunanistandan sonra səhv etmirəmsə ikinci ölkədir Rumıniya dövləti. Sonra Serbiya falan gəlir. İkinci güclü dövlətlərdən olan və Türkiyənin əlində bu qalmışdı. Ən güclünü vurub bizə qarşı belə ən güclünü vurub sizə qarşı gələ bilərik. Bir mesajını göndərmək istəsə də biz yenə də qarşımızı heç kim kəsə bilməz. Zaten Türkiyə ilə də müharibəmiz olacaqdı. Bu da bir təbii ki bəhanədir. Bu iki Tekirdağ və İstanbul. Congress 1.5.1 versiyasında İstanbulda burada 3 dənə torpaq olmaq yerinə 2 ədəd torpaq var və burada İstanbulda düşür. Bu da çox gözəldir. Yəni bəlkə də deyə bilərsiniz, niyə bu qədər cəmaat Age of Story 3 oynayır, hətta yeni modlar falan çıxıb, yeni tarix oyunları, amma geridə də qalsa bu oyun yenə də bir neçə avantajı var. Dezavantajı da çoxdur, amma avantajı da çoxdur, yəni yaxşıdır. Əlimizdə 43-44 minlik ordu qalmışdı. Sonradan təbii ki, hədəflərimiz də bir sonraki bölümdə Sloveniyada var idi. Bunu da ortadan qaldırdıq və sonra isə İtaliya ilə də gözəl bir pakt imzaladıq ki, toxunmazlıq paktı. O da güclü bir ölkədir. Hardasa bizimlə eyni gücdədir, amma ekonomisi görünür o ki, ekonomisi yaxşıdır. Bu arada ekonomi xəritəsinə baxdığımızda görünür o ki, Rusiya, Çin, İngiltərə, daha doğrusu Almanya, Amerika və bir neçə torpaqlar var. Onlar da Bak sayəsində olub. Bilirsiniz artıq Tayvandır, Sri Lanka adası, Tayvan adası, Sri Lanka adası və Güney Georgiya və Güney Sandviç adaları, Cənub Sandviç adaları, Georgiya adaları, hər nəysə artıq adı nədirsə, o ölkələr, oralar bağlı və oraları istifadə etməyəcəyik dostlar. Edə də bilərik, etməyə də bilərik. Təbii ki, artıq bir sonraki hədəflərimizi də artıq yavaş-yavaş keçək. Oyunumuza 4 dəqiqə gəldik, uzanmasın. Avstriya və Macaristan 27-ci və 36-cı sırada olan bu ölkələri ələ keçirməliyik. Bizə görə ən yaxşısı ilk öncə 12 əyaləti olan, 36-cı yerdə olan 430 min nüfusu var və 230-240 min ekonomisi var. Oranı ələ keçirək, çünki sonra Avstriyanı ələ keçirək. Avstriya daha güclüdür, görünür o ki, Macaristansa əyalətləri çox olsa da zaten bizi hasana saldı. Çünki Slovakiyada savaş ilan edib də dünyanın gözündə daha da saldırıcı olmaq yerinə az da olsa, çox da olsa yenə də bir kiçik bir şeydir. Amma aramız yaxşıdır, yenə də təəssüf olsun. Bu da bir digər ölkələrin güvənini sarsıda bilər. Çünki aramızın yaxşı olduğu ölkəyə saldırarsaq ki, bu da görünür o ki, hədəfimizi artıq hər kəs görüb, görməsə də, bilməsə də yenə də artıq bilinir o ki, hədəflərimiz yəni biraz daha fəth etməkdir. Burada dayanmaq olmaz. Çünki prins və əsasən yəni Türkiyənin buradakı buna cavab verməliyik. Rumıniya aldığına cavab verməliyik və burada davam etməlidir, yəni bitməməlidir və bunun da ardı təbii ki, Macaristan, Avstriyaya açıla bilərik. Buradan o tərəfə açılmaq Türkiyəyə zaten savaş olacaq. İtaliyada olmaz. Başqa yer də yoxdur zaten. Dənizin o tərəfinə keçmək yerinə ən yaxşısı məntiqlisi Avstriya və Macaristan ələ keçirməkdir və
Bilinen o ki, ona görə də digər Rusiya, Qazaxıstan, Çin və s. Almaniya görəcəklər ki, arası bizlə yaxşıdır, amma yenə də saldıra bilər. Çünki arasının yaxşı olduğu torpaq və bu öz istəkləri doğrultusunda istədiyi şey olsa, əgər Macaristan torpaqlarında gözü olsa və Macaristanla yenə də əlaqələri güclü olsa belə, orada savaş açacaqdır deyə düşünür və bizə də elə eləyə bilərlər, düşünərlər. Amma bu pek bizim vecimizə də belə deyil deyə bilərəm ki, amma Rusiya ola bilər, Çin ola bilər. Zaten onlar biraz uzaqdadılar. Rusiya təbii ki dibimdədir, amma Çin uzaqdadır falan. Rusiya ilə Almaniya biraz çətinlik çıxara bilər. Yenə də ikisi ilə də savaşmalı olacaq. Dostlar, əgər ki Çinlə Rusiya savaşsa, Çin bura qədər gəlsə, Çinlə də savaşmalı olacaq və s. və ilaxır. Rusiya ilə 2 dəfə savaşmalı. Xeyr, bu səfər Almaniya ilə 2 dəfə savaşmalı olacaq. Çünki bura artıq Almaniyanın və Almaniya sosialist yoluna gedir. Hər nəysə dostlar, əlimizdəki 43 minlik ordu yetərmi? Xeyr, təbii ki də yetməz. Nüfus əgər azdırsa, ekonomi çoxdursa, əlindəki orduyla təbii yaxşı ordun varsa, yəni nə azından çox orta bir stabil ordun varsa girə bilərsən. Amma nüfusu çoxdursa və ekonomisi də aşağıdan biraz yuxarıdırsa, sən girə bilərsən dostlar. Ora onu edə bilərsiniz. İndi biz ölkəncə bir ordu yığaq. Əlimizdə yaxşı bir dukat var. Nüfusumuz da bəllidir. Yaxşı ordu toplaya bilərik. Amma bunu həddimizə aşmayan bir şəkildə edək ki, sonradan bizə problem çıxarmasın. Dostlar, burada yaxşı ordular çox gözəl. Məncə bu ordular yetər. Bunları Tuzlada bir toplayaq. Hətta Tuzlaya gələnə qədər də Tuzladakı torpaqlardan biraz ordu çıxaraq. Dostlar, buralarda birbaşa paytaxt Pristinaya göndəririk. Görək əlimizdə nə qədər ordu toplaya bilirik. Dostlar, elə bildim oradakı ordu. Bizimdir 85 min şimal tərəflərdən, qalanda 153 min toplam. Yunanistan torpaqlarından da ordular toplayaq. Dostlar, başqa bir dəqiqə ekonomimizi çətinə salmayan bir şəkildə 82, 60, 7, 61, 40, 40, 20, 10. 20-dən aşağı olan ekonomi bölgələrini də ala bilərik dostlar. Hər nəysə buradakı orduları da toplayaq. Yunanistan'da düşüb, çünki ora əslində çox, bəli, saldırılar da var idi. Çünki ora çox saldırı oldu, çox müharibəyə girdi Yunanistan və yıprandı. Ona görə də nə olur, nə olmaz, yenə də azdan çoxdan bir neçə biraz yaxşı ordunu toplaya bilirik dostlar. Çox gözəl. 186 min, hətta mən bunu 200 minə çevirim. Bəzən videolarda təbii ki ordu toplarkən çox böyük əgər ordu lazım olsa tam-tamına topladıq. Kompüter rejimi və ya oradakı tam istədiyimiz rəqəmi atamayacağımız deyə orada bir 962, hətta bunu minə eləyək ki bir rahat şəkildə paylaya bilək, hər torpağa düşə bilsin. Çox gözəl. Böyük ordular topladığımızda mən bunu videoya çəkməyəcəm, çünki uzun ola bilər. İtaliya ilə də bitməyən, hardasa ekonomində 20 eləyək, İtaliya ilə də bitir, İtaliya ilə də əlaqələrimizi bir gücləşdirək. Zaten İtaliyanın əlaqəsi Macaristan, Avstriya ilə də yoxdur, onunla da bir əlaqəmizi yaxşılaşdırmaq olaraq, harada doğrusu, çox gözəl. Almaniyanın da həmçinin, beləliklə bir neçə ölkələrin, yəni rəğbətini də beləliklə qazanmış ola bilərik. Gördüyünüz kimi Macaristan, Avstriya ilə çoxsunun arası pisdir. İndi 200 min ordumuz var. 1, 2, 3, 4, 5. Hər torpağa təbii 40 minlik ordu düşəcək. Dəniz yoxdur, dənizdən sərhəd zaten Avropanın tam mərkəzində deyə bir yerlərdə dayanır. 80 min ordu qaldı əlimizdə, bir dəqiqə. Bəli, 80 min ordu bura göndərdim. Yanlışlıqla elədim, hesab səhv eləmişəm, videonu dayandırmaq istədim. Hər nəysə, buradakı biraz da ordu göndərsək, kiçik bir ordu daha göndərsək, niyə olmadı? Tamamdır, okey. Artıq biz savaşa hazırıq. Kiçik bir qalalar da inşa edək. Birisi bir səviyyədir, digəri eləsi var 2 səviyyədir, onu yüksəltmək. Hətta bir səviyyədir, eləsi var 0 səviyyədə, onları da yüksəldək ki, artıq bundan sonra diqqətli olaq savaşlarda və biraz da seri olaq, gerdə biraz ordu saxlasaq gözəl olar. Burada assimilasyonlar niyə tam tamamlanmayıb bilmirəm. Fikrim yoxdur, amma hər nəysə, bunu da daha çox etməyə ehtiyac yoxdur. Zaten bəli, haydi ya Allah, bismillah. Türklərlə savaşa girir, əslində onlar da türk millətləridir, biraz takviyə lazımdır. Bura 5000, geriyə də bir 3000 göndərsək, pek güzel. Biraz
zorunlu olacaq sanki. Biraz çətin olacaq. Bura göndərsək çətin olarmı? Ala bilərikmi? Ala bilmədik. Bəli, geriyə biraz ordular göndərik. Bunlar biraz qaçmağa çalışır. Nəysə, biz onları orada sıxışdıracağıq. Dostlar, yerdəki ordular da biraz getirək. Əslində, ordular da az qaldı. Yəni, azaldı daha doğrusu, belə deyək. Ancaq olsun, yəni, məncə onların bütün güclərini sıfırladıq deyə düşünürəm. Tamamilə bir orduları tam bir göndərsək gözəl olacaq. Bir ədəd əlimdəydi. Hər neysə, bu bölmə Avstriya ilə Macaristanı sıxışdırmalıyıq. Dostlar, yəni video bir 18 dəqiqəyə falan gedib çıxa bilər. Çünki Macaristanı almadan 12-ci dəqiqəyə falan vardıq. Hər neysə, olsun. Zaten yavaş-yavaş böyütmək lazımdır. Bəli, fəth edilmiş 75 əyalət çox gözəl. Ekonomiləri də bərbad etməyi, indi etməyi, gələcəkdə zaten edəcəyik. Çünki aldıqdan sonra lazım olmayacaq. Amma indi ekonomi lazımdır ki, güc də olsun. Hardasa Türkiyənin Balkanlarına bənzədir. Türkiyə indi qırmızı rəng olsa, Macaristanla da savaş bitdi. Osmanlıya oxşardı. Amma bütün artıq Balkanların %90%-ni almış kimi indiyə görsənir. Sadəcə Avstriya Balkanlara daxil midir? Bilmirəm. Məncə Sloveniya, Macaristanla və Rumıniya ilə bitməlidir və biraz daha o tərəfə geçsək Moldova ilə bitməlidir. Və sadəcə 90%-ni almışıq. Çox gözəl. 67 əyalət. Bəli, super, əla. 52 minlik ordumuz qaldı. Biraz daha geridən bastığımız üçün bir 40 min, 45 minlik ordumuz qalmışdı. 200 minlik ordudan. Ona görə 150 mindən çox ordu itirdik. Dostlar, hər nəysə olsun. İndi isə daha çox ordu toplamaq lazımdır, amma Macaristandan toplayacaq təbii ki 406 min, 400 min aşan nüfuz 370 minə yaxın. Ekonomi 9 əyalətdir, bunu daha rahat alacaq. Digər 12 əyalətdən fazla idi, səhv etmirəmsə, amma ordularına baxın. Baxın, hesablayaq. Oha, yəni bu qədər ordu bu ölkənin necə ekonomisini daşıyır. Yəni bütün ölkə əskərdədir bu dəqiqə. Bir tərəfindən haqlıdırlar. Yəni başlarında ən güclü, Avropanın ən güclüsü bu dəqiqə Almaniyadır. Baxaq görək Almaniyadırmı? Yəni sonra Kosova gəlir, artıq güclənən Kosova, İtaliya. Yəni burada sıxışıb qalıb, qaçacaq heç bir yeri yoxdur və haqlıdırlar yəni bu qədər ordularda. 80 min aşan ordu, 100 min 150, 200 minə yaxın orduları var. Yəni nüfuzlar hər gündə ordu basırlar. Göründüyü kimi görürsüz. Getdikcə azalır. 385, 384 halal olsun yəni. Amma bu da yaşayış deyil. Bu da qorxudan başqa bir şeyin olduğunu göstərmir. Rahatsız edici bir yaşamda onlar üçün və bizdə Almanlar əgər oranı işğal etsə falan biraz çətin ola bilər onlar üçün. Amma biz əlimizi çabuk tutacaq ki, onlar daha rahat yaşayacaqlar bizim əmrimiz altında. Hər neysə, ordu basmayaq. 92 min, 50 min, 17 min, 12 min. Halal olsun. Yəni, göründüyü üzərə yaxşı ekonomi var və əlimizə dev kimi ekonomini keçirdik. Dostlar, çox super. Əladır bu. Bu xəbər məni sevindirdi. Daha da motivasiya verdi mənə. Hər nəysə, indi orduları toplayaq. Varazdin torpağına göndərək bu orduları da. Sirotka nədir, bura toplayaq dostlar. Amma bu ordular təbii ki yetməyəcək. Ən yaxşısı mən videonu dayandırım, sonra videonun başladaram orduları topladıqdan sonra dostlar. Bəli dostlar, göründüyü üzərə tamına 400 min plus ordu topladıq. Halal olsun, yəni Kosovanın gördüyü tarixi üzərə ən böyük torpaqlarda ən böyük ordu gücünə ulaşdıq. Dostlar, maksimum 400 min 797 ordu, hətta bunu biraz daha yüksəldək ki, söhbətin eynisi rahatsızlıq olmasın. İndi 4 ədəd torpaq var və 4-ünü də hər torpağa 100 minlik ordular düşəcək. Dostlar, göründüyü kimi onları da mən tarazlayacağım, tamamlayacağım. Ona 90 min falan görsəndə, amma olsun. Bəli. Hayda. Oha.
Hər nəysə dostlar, artıq bir sonrakı hədəfimiz də hara olacağı haqqında heç bir fikrim yoxdur, amma sadəcə tək bir bildiyim şey var. Artıq bundan sonra böyük ölkələrlə papaz olacağıq deyə görsənir. Çünki artıq hədəf bəllidir. Amma Polşa, İtaliya, xeyr, bu səfər bunu edə bilməyəcəksən. Əlimizdə 400 min ordu var. Hətta bunun üstünə biraz daha yığsam, Polşa ilə də savaşa hazırlaşacağam deyəcəm, amma artıq videoda 16 dəqiqəyə gəlib. İtaliya bütün planlarımızı məhv etdi deyə bilərəm. Yəni Portuqaliyada alsam biraz mədəniyyətsizlik kimi olacaq. Amma görünür o ki, yaxşı bir ordu lazımdır. Amma Türkiyədən icazə alsaq, Türkiyədən ticarətlə bir yaxşı pul verib icazə askeri erişim icazə alsaq, sağ olsun. Heç olmasa bir fəth eləyək ki, boşluq qalmasın. Yəni əlimizdə biraz ordu göndərək ki, Rusiyaya da bir artıq mesaj verək. Yavaş-yavaş gördüyünüz kimi gəlirik. Rusiya ilə də bir sınır xəttimiz var. Cəbəl Tarıq çox gözəl bir əhalidir. Xeyr, ala bilmədik. Niyə ala bilmədik? Bəli dostlar, yox, barışmayaq. Torpaqlarımıza geri göndərək orduları. Təşəkkürlər Türkiyə. İndi gedək o Cəbəl Tarıqdan. Oha, yolda böyük bir ordu ilə rastlaşdıq. Hətta bu böyük ordu ilə saldırmayaq, çünki nüfuz bitər, yəni bu insanlıq suçu olar. Hardasa 20 minlik ordu ilə tamamən, yəni buradan Cəbəl Tarıq boğazını və Rusiyaya olacaq mesajımızı göndərdik və burada Türkiyənin də qorxudacaq bir həmlə etdik. Dostlar, 20 minlik yerə çəkirək və asimilasyonları edək. Ən azından yenə buna da şükür 2 ölkə, hətta 3 ölkə fəth etmiş olduq. Bəli dostlar, yəni bu da bir artıdır. Artıq videoda 18 dəqiqə gəlib çıxıb. Əlimizdə olan pulda yatırmağa qoyduq və çox gözəl ordu paytaxta qayıtdığı anda bizim də gəlişməyə başlamaq yatırımı ilə artıq bu videonda burada bitirirəm. Bu bölüm çox gözəl bir bölüm oldu deyə düşünürəm dostlar. Artıq göründüyü üzərə 70 əyalətimiz var və artıq adaları da almaq ilə birlikdə biraz torpaqlarımız fərqli görsənə bilər, amma Allahın izni ilə bunu da düzəldəcəyik. Artıq qısqazlarımız altına aldıq. Yəni göründüyü kimi üç tərəfdən saldıracağıq. Həm Moldovadan, həm Macaristan torpaqlarından, həm Serbiya və Moğolistandan və adalar da falan da bizdə var. Hər nəysə, bugünlük bu qədər. Xoş oyunlar diləyirəm. Abunə olsanız sevinərəm. Sağ olun, salamat qalın.